Füzuli özü də yazıb bu halda ki, insan deyir, o nedir ki, həm bilər, həm bilməz. Deyirlər ki, insan demək, bilir ki, öləcək. Yəni onu bilər. Ancaq harda öləcək, nə vaxt öləcək, onu bilməz. O cümlədən məsələn Füzuli də bilmir. Ola bilər ki, əymi ətar bilərdi ki, harda şəhid olacaq, harda dəfn olacaq, onu bilərdi. Hatta insanlar, adi adamlar, yəni əlmi ətrafdan belə bilməzlər ki, nə vaxt öləcəklər, harda öləcəklər. Onu da o cümlədən Füzuli də harda ölməyini, harda dəfn olunmağını bilmirdi. Bunun üçün bir qəzəl yazıb, 2 beyti təxminən onun ölümü ilə, dəfni ilə əlaqədardır ki, uzaqdan qəbrim eydilər, səngi məlamətdən. Ey dərdi olmayanlar, həm dərdi olmayanlar bu məxsusi öz dərdi olmayanlardan danışmıyor. Yəni, ey İmam Hüseyin dərdini bilməyənlər, dərd edilməyənlər, qanmayanlar deyir. Ucaldın qəbrim ey bidərdilər, səngi məlamətdən. O məlamət daşları ki, mənə atmışsınız İmam Hüseynin xüsusunda, mənim həmən daşlardan mənim üçün bir qəbir ucaldarsınız. Ve yazmayın üstüne ki burada Füzuli dəfn olunur. Onlar deyir ki, məlum ola dərd əhlinə qəbrim ol əlamətdən. Bir vaxt ki, dərd əhli mənim qəbrimi görəcəklər, həmən o daşlardan dərk edəcəklər ki, bu ancaq Füzulinin qəbri olar. Yəni, bu məlamət daşları ancaq Füzuliyə atılırlar və Füzuli bunun altında qala bilər. Qəbrin ikinci əlaməti demək baş daşı qoyulmaqdır. İndi ikinci beytdə belə deyir ki, məzarın üstə mil qoymayın, əgər kuyində can versin. Yəni İmam Hüseyin Əleyhisselamın yaxınlığında birdən vəfat edəsəm, orada dəfn olasam, o zaman məlamət daşlarından mənim üçün qəbir tikin, ancaq mil qoymayın, yəni başdaşı qoymayın. Ne üçün? Qoyun bir sayə düşsün qəbrimə, o sərv qamətdən. Ki, İmam Hüseyin Əleyhisselamın qəbri şərifindən mənim üstümə kölgə düşsün, nəinki öz başdaşının kölgəsi olur. Allah Teala qismətində var imiş, demək Füzulinin elə Kərbəlada ölüb, İmam Hüseyin Əleyhisselamın qəbri şərifindən bir 15-16 metrə aralı bir yerdə dəfn olunmuşdu. Orada heç bir başqa adamın qəbri planı yox idi. Yəni, o ancaq bir Füzuliyə aid, bir də Türk şairlərindən birini orada dəfn etmişdilər. Sonradan bu Kərbəlanın ki ətrafında demək tikintilər tecrid olundu, daha doğrusu tecrid olunmaq istəyəndə, o zaman həm evlər, həm oradakı ətrafda məsələn əlamətdar yerlər sökülməyə başladı ki, İmam Hüseyin Əleyhisselamın ətrafı genişlənsin. Çünki il-ildən zəvvarlar çoxalır, gələn də maşınla gəlir, falan yer ki, yerlər gəmbol olsun falan. O zaman Füzulinin də qəbrini həmən o ikisi bir yerdə dəfn olmuşlar, yəni dairənin içərisində o Türk şairi. Xəbər verdilər o Türklərə ki, əgər istəyirsinizsə, gəlin şairinizin sümüklərini, Türklər gəmi idilər, gəmilərini gəlin aparın, öz ölkənizdə dəfn edin. O vaxt bizim hökumətimiz də buradan məlumat verdi ki, İraqa ki, İraq hökumətinə ki, təsvib verin, Füzulini də biz öz ölkəmizdə dəfn edin. Onlar vermədilər Füzulinin sümüklərini dəfn etməyə, bura getirməyə. Əksinə, onlar daha gözəl iş görürlər Füzuli haqqında. Füzulinin sümüklərini keçirdilər İmam Hüseyin Əleyhisselamın məscidinin divarının içərisinə. O divarın içərisində onun üçün qəbir cəmdiklərdəsin. Həm də o qəbrin yanından demək, o əl yazmalar kitabxanasına keçirsən oradan.
orada dəfn olunub. Yaxşı da düzəldilər. Biraz da yubileylə əlaqədar, savgərliklə əlaqədar müəyyən işlər getdi orada. Qəbrin daşını dəyişdilər. Çünki Füzuli özü İmam Hüseyin Aleyhisselamın ən böyük aşiqlərindəndir. Ona görə orada dəfn olunmağı da vacib idi. Yani, bir de ki, demek Füzuli'nin hele o keçirilmemişten, yani Füzuli qəbri İmam Hüseyin Aleyhisselamın mescidine keçirilmemişten qabaq 2 nəfər Azərbaycanlı dəfn olunub. Demək şəhidlərin içərisində. O da İmam Hüseyinlə bir yerdə şehit oldular. Yani, yok, onların demek meşhurdur, daha çok meşhurdur. Müslüm Azerbaycanı ve bir de onun oğlu. İkisi bir yerde demek İmam Hüseyin Kümələrdə 72 nəfərdən 72 nəfərdən 2 nəfəri Azərbaycanlıdır. Füzuli Həqiqət Şühəda əsərində həmən o 2 nəfərin adlarını da yazır və bəhs ayırıb onlardan ötürü kitabında bir bab deyirlər də, sizdə də bəhs açıbdır. Orada başlığı da belədir ki, Müslüm Azərbaycanı. O Həqiqət Şühəda əsərində onlara məxsus bab ayrıldı. Demek İmam Hüseyin Aleyhisselam'ın o 72 şühedanın içerisinde 2 nefer Azerbaycanlı var. Bir nefer Azerbaycanlı da 1400 yıldan sonra yol açıb var. O da Füzuli. Yani bu Azerbaycanlıların başucalığıdır ki, gör indi mesela de orada başka millet yoktu. Ərəblər de esasen orada. 2 nefer Azerbaycanlı o şehitlerin içerisinde var. Demek bu milletin başucalığıdır ki, yani kümələrdən içində qallayına yani İmam Hüseyin Aleyhisselam'ın köməklerinden ve köməklerinden başka onların içerisinde şehit olanlardan ikisi Azerbaycanlıdır. Ve Füzuli de bu şehitlerin məth eləməkdə bütün şairlerin fövqündə durduğu için Allah Teala kısmet edib ki, 3-cü adam da oraya Füzuli daxil olur. Çün xaki Kərbəla است Füzuli məqam mən, şeirəm be hər koza ki rəvət, hörmət eşkəvast. Zər نیست سیم نیست گوهر نیست şeir mən, xak است şeir bəndə, vəli xaki Kərbəlaست. Ey Füzuli, məskənim üçün Kərbəladır şeirimin, hörməti hər yerdə vardır, xalq onun müştaqıdır. Nə qızıldır, nə gümüş, nə ləl, nə mirvarıdır, sadə torpaqdırsa lakin Kərbəla torpağıdır. Füzuli eğer dünyanın hansı yerinde yaşasaydı bu kadar meşhur olabilmezdi. Veyahut da onun meşhurlaşması çok uzanardı. Yani uzun müddet geçenden sonra meşhurlaşardı. Çünkü Füzuli özü ki İmam Hüseyin Aleyhisselam'ın mücavirlerinden veyahut o xadimlərindən biri ki olubdu o ziyarətgahın, İmam Hüseyin Aleyhisselam'ın ziyarətgahının xadimi olub. Bu İmam Hüseyin Aleyhisselam'ın ziyarətgahı da en çok demek zevvarı olan ziyaretgahlardandır. Yani mesela Mekke'de, Medine'de indi bir defa ziyaret olur. Ta ki o həcc mərasimində gələrlər, ziyaret edirlər. Başka vaxtda da oraya ziyarete teknik adamlar gider belə. Ancak Kərbəla belədir ki, Kərbəla bütün il boyu həmişə ziyarətgahdır ve dünyanın her bir yerlerinden, ələlxüsus bu bizim tərəflərdən, bu Şiə məsləkləri millətlərdən o vaxt ziyarete gidenler çok olur. Ve o yazdıklarını oraya gelen o zevvarların çoxuna verib dökməliyib. Onlar az bir vaxta getirib də öz yerlərində onu çoxaldıblar, yazıblar, paylayıblar. Çünki hamının xoşuna gəlib onun şeirləri. Yəni Füzuli elə bir şairdir ki, öz kimliyini gözü ilə görürdü.
yani şairlikdə nə dərəcəyə çatırdı, onu gözü ilə görürdü. Mesela ola bilsin ki Nizami öz dövründə o qədər məşhur olmadı. Ancaq sonralar daha çox məşhurlaşıb falan. Mesela Füzuli özü o divarçısında yazır ki, şeir nə qədər ki sərhəd aşa bilər, mənim şeirlərim deyir, o qədər mənim öz sağlığımda sərhəddə aşır, bütün İslam aləmini fəth eləmişdir. Və insan, şair nə qədər şöhrət bula bilərsə, mən onu deyir, gözümlə şahidi oldum ki, mənim şeirim məni nə qədər məşhurlaşdırdı öz sağlığımda. Bu da ancaq İmam Hüseynin bərəkətindən idi. Ona görə Füzuli yazır ki, Çin xak Kərbəla asır məqam, Çin xak Kərbəla asır Füzuli məqam mən, şeirəm be hər koca ki hürmet eşrəbas. Mənim təkcə bir Kərbəlalı olmağımın bərəkətindəndir ki, mənim şeirimin hər yerdə hörməti vardır, xalqına müştaq olurdur şeirlər. Doğrudur. Nə qızıldır, nə gümüşdür, nə ləldir, nə mirvarıdır. Adi gördüyümüz torpaqlardandır. Ancaq bu torpağın fəziləti nədir, onu ancaq başa düşənlər bilər ki, o nə demək istəyir. Çünki dünyanın hansı bir yerindən torpağı yesən haramdır. Ancaq bir İmam Hüseyin Əleyhisselamın demək, o qanının Kərbəla torpağına 72 şəhədanın bir qanlarının Kərbəla torpağına qarışmağından Allah Teala o torpağa bir fəzilət verir ki, o yemək də olar, ondan şəfa da tapmaq olar. Və nəinki olar, onun da yəni göz qabağında olur həmişə. Keçmişdə məsələn çox adamlar məsələn Mərqət xəstəliklərini Kərbəla torpağını tənalı etməklə şəfa tapırlar.